Goranboyda ağsaqqallara ehtiram ənənəsi davam etdirilir. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqallar şurasının sədri, şair, yazıcı, publisistlər və ictimai fəallar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı Həsən Göyçəlini 89-cu doğum günü ilə bağlı evində təbrik etdilər. Səmimi çay süfrəsi arxasında keçən görüşdə icra başçısı çıxış edərək yazıçının rayon rəhbərliyi və bütün Goranboy ictimaiyyəti adından ürəkdən təbrik etdi. Ona can sağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində uğurlar arzuladı. Mənim də ən böyük arzum odur ki, sizin 90-cı ilinizi, sizin 95 illiyinizi Allah bizə də qismət eləsin. 100 illiyinizi o torpaqlarda sizinlə birlikdə qeyd edin. Təbrik edirəm sizi, uğurlar arzulayıram. Çıxış edən şəhid Əşrəfov Məhəmmədin atası Əşrəfov Yusif, şəhid Süleymanov Arifin atası Süleymanov Ramiz, rayon ağsaqqallar şurasının sədri Rəddin Məmmədov, yazıcı publisist Vəsimə İsmail qızı, şair yazıcı publisist İskəndər Səklikov, şair yazıcı publisist İman Cəmilli, icra başçısının birinci müavini Seymur Nazarov, Qərbi Azərbaycan icmasının Goranboy rayonu üzrə nümayəndəsi Ülfət Həsənov, Dövlət Qulluqçular və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Goranboy rayon komitəsinin sədri Füzuli Almuradov, ictimai fəal Elçin Tağıyev, Gəncə Daşkəsən regional mədəniyyət dairəsinin Goranboy rayonu üzrə nümayəndəsi İsaq Məmmədov, yazıçının oğlu Cahangir Kərimov yazıcı ilə bağlı xoş xatirələrini bölüşdülər. Onun zəngin ədəbi fəaliyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən bəhs edərək yazıcıya firavanlıq və mənəvi ucalıq arzuladılar. Şəhid valideynlərinin və ziyalıların bu görüşdə birgə iştirakı tədbirin mənəvi əhəmiyyətini daha da artırdı. Tədbirdə bədii poetik nümunələr səsləndirildi, görüş yüksək səmimi və mənəvi estetik mühitdə davam etdirildi. Həsən Göyçəldə çox müsbət xarakterlər var, vətənpərvərlik var. Siz də bugün bunu qeydə alıb, bugün burada iştirak edib, bugün burada bu cəmiyyəti buraya yığıb, burada Həsən kişini, Həsən qağamı təbrik eləməyə gəlmişsiniz. Sağ olun, sizə mən öz minnətdarlığımı bildirirəm. Göydən yerə mələk kimi baxırdım, bu anımda ölməməkdən qorxurdum. Şirin imiş şəhidliyi misalı, necə xoş olurmuş şəhidin halı. Elə bir müqərrəm qalxsam da göyə, daha ehtiyacım yoxdur köməyə. Heç vaxt istəmirəm yerə düşməyə, ruhumun göylərdə olmaz məlalı, necə xoş olurmuş şəhidin halı. Goranboy əhalisinə bu təriflərdən də yaxşı təriflər yaraşar. Mən istəyərdim ki, bu dediyim sözləri laf yazılıb rayonun bəzi yerlərində də vururlar. Etibarlı insanlar Goranboydadır. Koroğlu qeyrətli, Babək hünərli, igidlər, cavanlar Goranboydadır. Qəhrəman Azərbaycan eşitsin bütün cahan, qəhrəman Azərbaycan düşmənini susturan o da ateşli Goranboy. Boylaşan, gözəlləşən, tarixlərə birləşən, qızıl sətrə düşən yoldaşdır Goranboy. Əl çatmayan zirvəli, yenilməkdir, hünərdir, Azəriyə kəmərdir, öldü zərvədaşdır Goranboy. Uzal zirvələrə, uzal bayrağın, günəş də şöylə sal, cümlə cahana. İlhamla, Heydərlə uzalmışsan sən, dalğalan, naz kimi Azərbaycana. Fatihlər əydilər, sən qırılmadın, neçə tarixlərə sığışmadın sən. Odlara atdılar, yandın, yanmadın, yaşatdın özündə tarixləri sən. Qarşında and içib, baş qoydum mən, qarşımızda Quran, əldə tut çörək. Ürəyim, canımsan, görən gözümsən, bu gözəl varlığın olsun mübarək. Qarşımızda Quran, əldə tut çörək. Yəni, mən istəyərdim ki, bu kitabı sənin üçün şey demişəm, səmimiyyətinə, hörmət bəslədiyim. Bülbül. Çox sağ ol. Belə xoş sözlər dediyimizə görə hamımıza minnətdara təşəkkür edirəm. Mənim bu yaşımda məni yada salan, təbrik edən, mənim qardaş oğluma mən yenə minnətdaram, yenə təşəkkür edirəm. Mən bu 90 yaşımın yarısını mən Goranboyda yaratmışam.
Goranboyda mən Goranboy xalqına, Goranboy ərazisinə, Goranboy millətinə mən borçluyam. Bunların hamısını mən Azərbaycanda Goranboyda eləmişəm. Mən bunu onda bilmərəm heç vaxtı. Eşq olsun Goranboy xalqına, eşq olsun. Sağ olsun. Yaşasın Azərbaycan. Sağ olun. Sağ olun.